Tibb bacısı işi var yoldaşlar, tibb bacısı işi var. Mən sizə təxminən 2 dənə vakansiyadan bəhs etmək istəyirəm. Onun biri Saf Hospitaldadır. Bu arada orada zəngin çeşidlər var. Belə ki, gəlin misal verim. Məsələn, tibb bacısı, tibb qardaşı işi var əməliyyatxanada 2 nəfər. Təcrübə tələb etmir, işi öyrədirlərsə 400 manat verir. Həmin yerdə tibb bacısı qardaşı stasionar variantı var. Amma bu işdə bir nəfər üçündür və minimumda 2 illik iş təcrübəsi tələb edir. 500-700 manat təklif edir. Həmin yerdə tibb bacısı, tibb qardaşı laboratoriya versiyası var. 2 nəfər üçündür, minimum 2 illik təcrübə tələb edir. Həmin yerdə təcili tibbi yardım üzrə tibb qardaşı tələb edirlər. 2 nəfərlik, 2 illik iş təcrübəsi. Və bu son 2 versiyasında da əmək haqqı razılaşma yolu iləndir yoldaşlar. Sonra texnik porter işi var əməliyyatxanada. Orada məsələn qeydiyyatçı işi də var. 600 manatlıq civarında və s. Bir də yoldaşlar tibb bacısı işi Livmanadiya Hospitalında var. Siz əgər orta tibb təhsili müəssisələrini tibb bacısı, müalicə işi və ya mamalıq ixtisası üzrə bitirmisinizsə, müraciət etməyi düşünə bilərsiniz bu işə. Qeyd edim ki, saydığım tibb bacısı işləri sadəcə bunlardan ibarətdir. Yəni ölkəmizdə olan tibb bacısı işləri sadəcə bunlardan ibarətdir deyə bir düşüncə sizdə formalaşmasın. Sadəcə diqqət çəkən variantlarını mən sizinlə paylaşdım. Yəni olanlar elə ancaq bunlardan ibarətdir deyə bir fikir formalaşmasın sizdə. Bu işlərə də müraciət edəsiz sizə və yaxud da digər tibb bacısı ilə, tibb sahəsi ilə aid olan işlərlə tanış olmaq sizə ümumiyyətlə iş tapmanızı çətinlik çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi kanalda qeyd olunubdur.